Salam. Varlıq dünyası ona məna bağışlayan bir ailəyə borcludur. O ailə ki, bütün kainat onlar qarşısında baş əyib təzim edir, mələklər onlara səcdə etməkdən çəkinmir. Onlar hər bir eyb və nöqsandan uzaq olan 5 müqəddəs ruhlar və xanədanı və vilayət ailəsidirlər. Onlar Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseyndir. Bizim bu verilişdə haqqında söhbət açacağımız xanım Zeynəb də məhz belə bir ailədə dünyaya göz açıb. Əlinin qızı Zeynəb. Eşitmişəm ki, atan çırağı söndürərdi ki, sənin kölgəni heç kəs görməsin. Elə deyilmi? Allah hamd olsun ki, o sizi biabır etdi və qətlə yetirdi. Əksinə, Allaha həmd olsun ki, bizi Peyğəmbər Mühəmməd əleyhissalamla kərəm sahibi etdi. Bizdən çirkinliyi yox etdi və bizi pak etdi. Heç şübhəsiz ki, fasiqlər biabır olar və günahkarlar yalan danışar ki, onlar da bizdən deyirlər. Gördün, Allah qardaşının və əhl-i beytin başına nələr gətirdi? Mən yalnız gözəllik gördüm. Xanım Zeynəb-i Kübra, salamullahi əleyhə, hicrətin 5-ci ili Cəmadül əvvəl ayının 5-i anadan olub. O, Həzrət Əli əleyhissalam və xanım Fatimə-i Zəhra, salamullahi əleyhanın qızıdır. Zeynəb adını ona babası Muhammed Peyğəmbər, sallallahu aleyhi və alihi və səlləm verib. Bu adın mənası atasının zinəti deməkdir. Xanımın tanınmış ləqəbləri bunlardır: Arifə, mühəddisə və alimə. Heç şübhəsiz insan tərbiyəsinin ən mühüm dövrü və şəxsiyyətin formalaşma zamanı uşaqlıq çağıdır. Bu dövrdə başqa dövrlərə nisbətən insanı əhatə edən təbii və ictimai mühit daha təsirli olub, onun formalaşmasında mühüm rol oynayır. Ata-ananın əməl, rəftar, münasibət və ümumiyyətlə bütün hərəkətləri, eləcə də onların bir-biri ilə və digərləri ilə davranış tərzləri uşağın əxlaq, ruhiyyə və xasiyyətinə birbaşa təsir göstərib, incə və həssas qəlbini öz təsiri altına alır. Xanım Zeynəb elə bir nümunəvi ailədə böyüyüb boyatıb ki, tarix belə böyük əzəmətli ailənin şahidi olmayıb və olmayacaq da. Zeynəbin şəxsiyyəti elə bir evdə formalaşdı ki, onda iman nuru parlayırdı. Səfa, səmimiyyət, eşq və mənəviyyat dolu idi. Bir ev ki, Əli kimi atası, Fatimə kimi anası vardı. Bu məsum ata və ananın nəfsani və şeytani istəkləri onlara tabe idi və bütün duyğu və istəklər, iş və hərəkətlər yalnız ilahi vəzifəni yerinə yetirməyə xidmət edərdi. Onlar Allahın razılığından başqa bir şey düşünmür, İslamın inkişafı və bəşəriyyətin nicatı üçün hərəkət edirdilər. Zeynəb bu mühitdə və belə bir ata-anasının təsiri altında böyüyür, belə bir məktəbdə ilahi elmləri və İslami qaydaları öyrənir, dini tərbiyə və əxlaqi fəzilətlər əldə edib kamilləşirdi. Babasının İslam Peyğəmbəri, atasının İmam Əli, anasının Fatimə Zəhranın ən şərəfətli xanım olması, xanım Zeynəb-i Kübranın İslam buyurduğu bütün kamil tərbiyə və əxlaqi keyfiyyətlər abu-havasında böyüməsinə imkan verirdi. Həzrət Zeynəb 5 ilə qədər Peyğəmbərlə bir zamanda yaşayıb. Bu müddət onun Peyğəmbər səhabələrindən hesab olunmasına kifayətdir və bu da bu barədə yazılmış kitablarda qeyd olunub. Allah Qur'an-ı Kərimdə də buyurur ki, siz əhl-i beytdən bütün çirkinlikləri, bütün pislikləri pak etmişik. Və bu cür ailədə gözəl bir qız uşağının dünyaya gəlməsi bariz nümunəsidir ki, xanım Zeynəb də Peyğəmbər, onun evladı xanım Fatimə Zəhra və onun həyat yoldaşı olan Həzrət Əlinin ailəsində 3-cü uşaq olaraq dünyaya gəlmişdir, dünyaya göz atmışdır və hicrətin 6-cı ilində, ya 5 ya 6-cı ilində dünyaya xanım göz atmışdır. Xanım Zeynəb dünyaya gələn zaman Cəbrail əleyhissalam nazil oldu və buyurdu: Allah Taala buyurur, bu qızın adını Zeynəb qoyun, çünki mən bu adı Lövh-i Məhfuzda yazmışam. Zeynəb atasının zinəti deməkdir. Xanım Zeynəb 5 ilə qədər babası Peyğəmbərlə, təxminən 5 il 95 günə qədər anası xanım Zəhra ilə bərabər yaşamışdır. Xanım Zeynəb Peyğəmbərin gözünün nuru və əzizlədiyi, məhəbbət göstərdiyi nəvələrindən idi. Çünki xanım Zeynəb də Peyğəmbər xanədanının gülü idi. Xanım Zeynəb Peyğəmbər Səlавatullahın ölüm səhnələrini, anası Zəhranın qəm-qüssələrini şahidi olmuşdur.
Həzrət Zeynəb ailə, evdarlıq, uşaq tərbiyəsi, məişət idarəsi və ümumiyyətlə davranış qaydalarını anasından öyrənmişdi ki, gələcəkdə ərinin evində anası kimi öz vəzifəsini icra etsin. O, anasının evdə sabitlik, mehribanlıq, səmimiyyət və mənəviyyat yaratmaq üçün necə çalışdığını görürdü. O, atasının bu sözlərini eşitmişdi. Həmişə evə gəlib Zəhraya baxanda qəm-qüssələrim yaddan çıxırdı. O, heç vaxt məni qəzəbləndirmədi. Zeynəb yoldaşlıq və səmimiyyət nümunəsini öz mehriban ata-anasının timsalında görmüşdü. Zeynəb anasının övladlarına olan məhəbbətini unutmur, bunu öz həyatının ən şirin xatirələrindən hesab edirdi. O, anasının Peyğəmbər məscidindəki çıxışından dindarlıq, şücaət və İslami dəyərləri qorumaq dərsi alıb, bu yolda fəaliyyət və mübarizəni özündə vacib bilirdi. Xanım Zeynəb anası Fatimə Zəhranın Peyğəmbər məscidində Fədək və Əhl-i Beytin müdafiə mövzusunda etdiyi çıxışda iştirak edirdi. O, anasının xutbəsini dinləməklə yanaşı zülm qarşısında necə mövqe tutmaq yolunu öyrənirdi. O, anasından öyrəndi ki, düşmənlə necə mübarizə aparmaq və onu necə rüsvay etmək olar. O, hazırlaşırdı ki, Kufə bazarında, İbn Ziyadın və Yezidin sarayında öz sözləri ilə onların cinayətlərini ifşa edib, İslam və Əhl-i Beyt vilayətini müdafiə etsin. Xanım Zeynəb Kubra salamullahi əleyha, biz bilirik ki, xanım Fatimə Zəhra ki, dünyasını dəyişdi, vəfat elədi, belə deyək ki, şəhadətə yetişdi. Həmin ailədə bir ana kimi uşaqlara, İmam Həsən ağaya, İmam Hüseyin ağaya bir qayğıkeş ana kimi artıq anası Zəhradan o təcrübələri toplamışdı və o uşaqların qayğısını bir ana kimi, düzdür bacısıydı, amma bir ana kimi onların qayğısında, Həzrət Əlinin qayğısında durmaq xanım Zeynəbin öhdəsinə düşmüşdür, xanım Fatimə Zəhradan sonra. Anasını itirdikdən sonra atası Əleyhissalamın yanında tərbiyə alıb, qardaşı İmam Həsən və İmam Hüseyin kimi böyük bir şəxsiyyətlərin yanında böyüyüb yetkinləşirdi. O, atasından ilahi elmləri, İslami qaydaları öyrənir, dini və mənəvi dəyərlərə sahib olaraq kamilləşirdi. Artıq Zeynəbin ailə qurmaq vaxtı yaxınlaşmışdı. O bilir ki, izdivac hər bir insan üçün təbii və şəri vəzifədir və bu sünnətdən imtina etmək Peyğəmbərin dinindən çıxmaq deməkdir. Lakin Zeynəb izdivac etməklə boynunda olan böyük vəzifəni unutmur. O bilir ki, hər an və bütün səhnələrdə qardaşının yanında olmalıdır. O bilir ki, əzizlərinin qiyamının səmərəsi onun əsir düşməsi, səbr edib dözməsi, qiyamın mahiyyət və səbəblərini bəşəriyyət tarixinə yetirməsindən asılıdır. Bu səbəbdən Zeynəb izdivac ərəfəsində də vəzifəsini unutmur və ailə qurmaq üçün İmam Hüseynlə bircə olmağı şərt kəsir. Həzrət Əli qızını elçi göndərən və Əhl-i Beyt dostlarından olan Abdullah ibn Cəfər sözsüz ki, bu şərti qəbul edir və nəhayət Zeynəb-i Kübranın əri olmaq şərəfinə nail olur. Bəli, artıq xanım Zeynəb elə bir həddə yetişmişdi ki, onun ailə qurmaq vaxtı gəlib çatmışdı və Peyğəmbərin də qanununa, Peyğəmbərin də şəriətinə, İslama görə də hər bir həddi buluğa yetişmiş və o dövrdə ki, kişi və ya qadın ailə qurmalıdır. Xanım Zeynəbin o zamanı idi, o vaxt idi ki, artıq xanım Zeynəb ailə qurmalı idi və Peyğəmbərin bu göstərişlərinə əməl etməli idi və xanım Zeynəb Həzrət Əli əleyhissalamın qardaşı Cəfər-i Təyyarın oğlu olan Abdullahla ailə qurmağa, belə deyək, qərara gəldilər və Abdullah xanım Zeynəbi öz həyat yoldaşı olaraq onu xanımlığa seçdi və onunla ailə qurdular. Və onlardan da dünyaya gələn 2 dənə uşaqları ki, evladları ki, oğlan evladları ki, Kərbalada da biz əgər Kərbalaya nəzər etsək, xanım Zeynəb həmən oğlanları da elə Kərbalaya gətirmişdi və buyururlar ki, Kərbalada da o 2 dənə oğlanları da şəhid oldular. Xanım Zeynəb üzərinə düşən vəzifəni, məsuliyyəti heç vaxt unutmurdu. O, ailə qurarkən Abdullahla şərt bağladı ki, qardaşı Hüseyndən heç vaxt ayrılmayacaq. Abdullah ağıllı, cəsarətli, kamil və Əhl-i Beyt tərəfdarı idi. Buna görə də xanım Zeynəbin şərtini qəbul elədi. Beləliklə, məhəbbət ab-ı havasında xanım Zeynəb Abdullahın evinə gəlin köçdü. Əli əleyhissalam Bəsrədən Mədinəyə köçərək
Darül İmarədə məskunlaşdı. Mədinədən Əli əleyhissalamın ailə üzvləri də Əli əleyhissalamın yanında yerləşirdilər. Bu ailə üzvlərinin içində xanım Zeynəb və Abdullah da var idi. Xanım Zeynəb əxlaqi, elmi və davranışları ilə xanım Zeynəb əleyhadan dərs almışdı. O gözəl və nümunəvi həyat yoldaşı, evdar xanım və gözəl, əsrarəngiz, əvəz olunmaz ana oldu. Həzrəti Zeynəb son nəfəsdə olan anasının qızım qardaşlarını yalqız buraxma, onları qoru, bundan sonra sən onların anası yerindəsən vəsiyyətini özünə şüar etmişdi. Xüsusilə xanımın qardaşlarından İmam Hüseynə dərin sevgisi barədə mənbələrdə söz açılır. Xanım Zeynəb Kubra salamullahi əleyha anası Fatimə-i Zəhranın ailədə nə cür davranışlarını artıq görmüşdü. Onun Həzrəti Əliyə olan vəfasını, onun evladlarına İmam Həsən ağaya, İmam Hüseyn ağaya və qızı Zeynəbə, xanım Ümmü Gülsüm əleyhimussalama olan, belə deyək, qayğısını, onlara olan ehtiramını, onlara olan tərbiyəsini xanım Zeynəb bunu həyat təcrübəsində toplamışdı. Və xanım Fatimə-i Zəhra ki, dünyasını dəyişdi, artıq bu təcrübədən istifadə eləyərək xanım Zeynəb bu həyat təcrübəsini yavaş-yavaş başladı öz həyatında tətbiq eləməyə və onun öz qardaşlarına məhəbbətini, onun bacısına olan məhəbbətini, qayğısını öz həyatında tətbiq eləməyə başladı və bu da bunun bir bariz nümunəsidir ki, xanım Zeynəb öz anasından topladığı bu təcrübələri həyata keçirdi. Xanım Zeynəbin həyatının ən mühüm və əzəmətli dövrü qardaşı Hüseyn əleyhissalamın dövrünə təsadüf edir. Hüseyn qiyamını Zeynəbsiz təsəvvür eləmək mümkün deyil. Hüseyn hərəkatının hansı sahələrinə baxsaq, Zeynəb əleyhə orada diqqət mərkəzindədir. Qəm kərvanında ruhi və cismi sarsıntılarla, ağır təhlükələrlə rastlaşmaq nə qədər çətin olsa da, Hüseyn kimi bir qardaşa dərin məhəbbət və eşq bütün bunları Zeynəbə asan eləmişdi. Həzrət Əlinin şəhadəti zamanı xanım Zeynəbin təqribən 35 yaşı var idi və o heç şübhəsiz ki, atasının həyat tərzindən, əxlaqi və siyasi görüşlərindən bəhrələnmişdi. Onun atası ilə bağlı bir çox xatirələri var idi. Bu acı və şirin xatirələr onun bir şəxsiyyət kimi formalaşmasında öz dərin təsirini buraxmışdı. Buna görə də xanım Zeynəbin həyat tarixini Kərbəlasız təsəvvür etmək mümkün deyil. Çünki Zeynəb qəhrəmanlığını, cəsarətini, şücaətini tam aydınlığı ilə Kərbəla qiyamında və bu mübarizədən sonraki dövrdə görə bilərik. Bir sözlə, Aşura qiyamını Zeynəbsiz və Zeynəbi isə bu qiyamsız təsəvvür etmək mümkün deyil. Hüseynsiz gəldin. Onu harda qoyub gəldin, necə tərk elədin? Kərbəla vaqiəsinə, həmçinin bu hərəkətdən sonraki dövrə nəzər saldıqda xanımın özünə məxsus əzəmətinin şahidi oluruq. Xanım Zeynəb bu müsibətlər qarşısında nəinki sarsılmadı, əksinə dağ kimi müqavimət göstərib mübarizəni davam etdirdi. Xanım Zeynəbin bu dəhşətlərin qarşısında tükənməz səbri və yenilməzliyi ilə əbədi olaraq şücaət, mətanət və dözümlülük simvoluna çevrildi. Xanım Zeynəbin Kərbəlada canlı şahidi olmağı budur ki, biz bilirik ki, xanım Zeynəb Kubra salamullahi əleyha Abdullahla ailə quranda onun belə deyək, Abdullahla bir araya gəldiyi məsələlərdən də biri o idi ki, xanım Zeynəb buyurmuşdu ki, mənim qardaşım Hüseyn harda olsa, mən də Hüseynlə bahəm olacağam. Və xanım Abdullah da xanım Zeynəbin bu təklifinə razı oldu və buyurdu ki, bəli, icazə verilir bu şeyə və xanım Zeynəb salamullahi əleyha da biz bilirik ki, İmam Hüseyn ağa artıq Kərbəlaya yola düşəndə xanım Zeynəb bütün mənzərələrdə, bütün hadisələrdə İmam Hüseyn ağa ilə bahəm idi və Kərbəladan da hətta sonralar da İmam Hüseyn ağanın bütün Kərbəla müsibətini və Kərbəla müsibətindən sonra olan bütün Şamın müsibətini, yolda olan müsibətləri öz gözləri ilə şahid oldu. Nələrin şahidi oldu? Xanım Zeynəb Kərbəlada səhabələrin, oğlanlarının, qardaşlarının, qardaşları balalarının qanına qəltan olduğunu,
bədənlərinin tikə-tikə olduğunu, isti qumların üstündə üzləri, gözləri qana bulaşmış halda susuz can verdiklərinin şahid oldu. Qadınların, uşaqların ah-nalələrini eşidib, Kərbəlanın hər daşının altından qan axdığının şahid oldu. Kəsilmiş başların nizələrə taxıldığını, xeymələrin yandırıldığının, qadınların, qızların əllərinə, ayaqlarına zəncir vurulduğunun şahidi oldu. Xanım Zeynəb özlərini Peyğəmbər davamçısı hesab edib, müsəlman adlandıran münafiqlərin, dünyapərəstlərin, Peyğəmbər balalarının qanına susadığının şahidi oldu. Bu qədər itkilər, bu qədər dəhşətli faciələr, bu qədər əzab-əziyyətlər xanım Zeynəbin sinəsinə dağlar vursa da, düşmənlərin qarşısında məğrur və yenilməz dayandı. Xanımın bu səbrinə, bu dəyanətinə göydəki mələklər də heyran idilər. Allah özü Zeynəblə fəxr etdi. Onu göy və yer əhlinə göstərərək belə buyurdu. Baxın, baxın mənim bəndəmin mənə olan eşqinə ki, bu qədər müsibətlərin, dərdlərin, bəlaların qabağında o yalnız mənim razılığımı axtardı. O, məxluqatı öz qüdrəti ilə yaratdı. Onu yenidən dirildər və qaytarar. O, yeganədir. Bacıcan, sənə and verirəm. Andımı yerinə yetir. Əgər mən ölərəmsə, ağlına çəkər. Ağlama. İmam, yəni Allahın yer üzündə nümayəndə və canişini, İmamət ailəsində böyümüş Əli və Fatimə yetirməsi olan Zeynəb, İmamət məqamına bələddir. Bu məqamın əzəmətini, onun uca və dəyərli yerini yaxşı dərk edir, zamanənin imamı qarşısında öz vəzifələrini gözəl bilir. Bir sözlə ən yaxşı şahid isə tarixin özüdür. Həzrəti Zeynəb həyatının ən mühüm və əzəmətli dövrü İmam Hüseyn dövrünə, eşq və şəhadət karvanı ilə yoldaşlıq etdiyi zamana təsadüf edir. Həzrəti Zeynəbin təvəllüddən sonra İmam Hüseyn hərəkatına qədərki həyatı tarixdə qeyd olunmasına baxmayaraq, bu dövr ilə bağlı bəzi məqamlar qaranlıq qalıb. Onun həyatının son illəri, İmam Hüseynin hərəkatından sonraki dövrü geniş surətdə tarixdə qeyd olunmuş, öz əzəmət və cəlalı ilə nəzərə çatmışdır. O, atası Həzrət Əlinin həyatı dövründə onun qızı olmasını nəzərə almaqdan, özünü atasının tapşırıqları qarşısında müti bilirdi. Qardaşı İmam Müştəbanın həyatı zamanında da bu qaydaya əməl edirdi. Qardaşı Hüseyndən itayəti isə Kərbəla tarixində aydın görünür. O, Hüseyni öz canı kimi